Yəni üstünü gördük. Uşaqlara dedim ki, gəlin dedim, çıxaq balkona, qapıları da bağlayın, üstü gəlməsin. Biz 17-ci mərtəbədəydik. Mən üstdən çox bizdəydim. Özünüz necə hiss edirsiniz indi? Normal. Yanğın baş verəndə gördünüz hardan başladı yanğın? Yox, ancaq üstünü gördüm, uşaqların çığırmağını gördüm, belə səs-küyü gördüm. Amma bizdə üstü dəhşət çox idi. Çox idi, hə? Yəni, gözümüzdən belə yaş gəlirdi, yəni çox idi, boğulurdu. Sağ olsun polislər, sağ olsun fövqəladə işçiləri bizə çox yaxşı dəstək oldu, çox yaxşı kömək oldu. Allah onlardan razı olsun. Bizə çox yaxşı köməklər, dəstəkləri oldu. Özünüz necə hiss edirsiniz? Neçənci mərtəbədə yaşayırsınız siz? 5-ci mərtəbə. Yanğın baş verəndə də evdəydiniz, düzdür? Kimdən qalırsınız evdə? Və sizi kim təxliyə elədi? Fövqəladə idi ya polislərim. Yəni bütün bina hamı təxliyə olundu Olunurdu. Dəqiq bilmirəm. və siz özünüz necə hiss edirsiniz indi? İndi yaşayaq. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.